Salam hörmətli izləyicilər, bugün sizə bugün keçirilmiş məzun imtahanının ilk sualını, A variantının ilk sualını izah etmək istəyirəm. Ədat işlənmiş cümlələr müəyyən edin. Bu sual nisbətən asan sualdır. Ədatı bilən, yəni bunu asanlıqla yaza bilər təbii ki. Qoysana həyatdan biraz zövq alın. Burada hansıdır qoysana, biri götürürük. 2 cəsarətdə, sədaqətdə çətin gündə sınanar. Burada ədat yox, bağlayıcıdır. 2-ni çıxırıq. Bu həkim həftənin tək günləri işləyir. Burada tək sözü yenə də ədat yox, sifətdir. Onu da çıxırıq. Bu iş ki, sənə tapşırılmışdı. Burada 2 ədatdır, 4-ü də götürürük. Və 5, o heç vaxt artıq söz danışmazdı. Burada heç vaxt sözü zəfdir, bunu da götürmürük. 6, bəli, vaxtında gəlmisən, bəli sözü ilə hər zaman ədat olur. Cavab oldu 1, 4, 6, A bəndi. Hörmətli izləyicilərimiz 32-ci suala baxaq. Qeyd edim ki, bu sual A variantından götürülmüşdür, məzunlar sualıdır. Aşağıdakı hansı nümunələrdə ismi müxtəlif hallarında olan əvəzliklər həm də ismi əvəz etmişdir? Deməli, biz burada nəyə baxmalıyıq? Həm bu əvəzliklər ismi əvəz etsin, həm də ismin müxtəlif hallarında olsun. Həm ismi əvəz edir, həm də müxtəlif hallarda. Onda belə çıxır ki, ən azı 2 əvəzlik olmalıdır bir cümlədə və eyni halda olmamalıdır. 1. Dedi, inanaram qüdrətinə mən, onun dırnağını başına tiksən. Mən adlı hal, onun yiyəlik hal. Biri götürürük. Çünki müxtəlif hallardadır və ismi əvəz edib. Bu qoca dünyanın şahidiyəm mən. Kölgəmdə dincəlir hər gəlib gedən. Hər sözü ismi əvəz etmədiyi üçün yalnız adlı halda olan ismi əvəz edən əvəzlik olduğu üçün 2-ni götürmürük. 3. Tələb edirdi ki, onu həmin kəndə göndərsin. Burada yalnız bir əvəzlik var, ona görə 3-ü də çıxırıq. 4. İndi Ziba hər axşam onun yanına gəlir, və ona bir çox şeylər danışıb nəql edirdi ona. Onun yiyəlik hal, ona yönlük hal, ona görə bunu götürürük. Fərqli hallardadır. Təkcə mən deyiləm hüsnünə mail, mən adlı hal göz dikibdir. Tamam, Qarabağ sənə. Burada da sənə sözü müxtəlif hallardadır, adlıq və yönlük haldır. 5-i də götürürük və Azərbaycan övladı sənindir bu məmləkət. Burada da bir dənə ismi əvəz edən var, bir də sifət əvəz edən var. Bu bizə lazım deyil. Başqa halda olmadığı üçün altında götürmürük. Cavabımız oldu 1, 4, 5, B bəndi. Digər bəndlər yerləşmədiyi üçün, sual uzun olduğu üçün yalnız 2 bənd düşüb. Deməli, bəndimiz oldu B bəndi. 33-cü sual. Təzə açılmış çiçəkləri görəndə, yazın ilıq nəfəsini sinənə çəkəndə adamı qəribə hisslər bürüyür cümləsində həmcins zaman zərflikləri nə ilə ifadə olunmuşdur? İndi biz baxaq. Nə zaman adam qəribə hisslər bürüyür? Təzə açılmış çiçəkləri görəndə, baxın, təzə açılmış çiçəkləri görəndə 1 zaman zərfliyi. Yazın nə zaman adamı qəribə hisslər bürüyür? Yazın ilıq nəfəsini sinənə çəkəndə 2, yəni həmcins zaman zərfliyi var və bu zərfliklər göründüyü kimi feili bağlama tərkibi ilə ifadə olunmuşdur. Cavabımız olacaq təbii ki, burada feili bağlama tərkibi. 34-cü sual. Hansı cərgədəki hər iki sözdə eyni hərf buraxılmışdır? Eyni hərf buraxılmışdır. Deklamasiya A. Qeyd edək ki, biz bu sözləri demək olar ki, hər gün YouTube postumuzda paylaşırdıq. Ekoloji O. Biri A'dır, biri O. Etimologi O. Ədabaz A. Həm fərqlidir bunlar ikisi də. Detektiv T. İstirahət T. Cavab C'dir. Həşərat Ə. Fontan O. Debütant Ü və küzə U. Cavabımız oldu C bəndi. 35-ci sual. 35-ci sual bir qədər uzundur. Uyğunluğu müəyyən edin. Baş üzvlər feillə ifadə olunan cümlədir. Baş üzvləri söz birləşməsi ilə ifadə olunan cümlədir. Baş üzvlərdə yalnız birinin iştirak etdiyi cümlədir. Baxaq indi. Baş üzvlər feillə ifadə olunmuşdur. İşləyənlər həmişə lazımınca mükafatlandırırlar. Xəbər nə ilə ifadə olunur? Feillə. Kim işləyənlər? Mübtada nə ilə ifadə olunur? Feillə. Ona görə birin qarşısına yazırıq A. Çünki həm mübtada, həm də xəbər feillə ifadə olunmuşdur. Qəlbində anlaşılmaz hisslər olan Surxay yarımçıq qalmış simfoniyasını davam etdirmədi. Burada baş üzvlər Surxay davam etdirmədi. Burada yoxdur. Bədən dili, baxın burada baş üzvlər söz birləşməsini ifadə olunur. Bədən dili davranışla idarə olunan nədir? Ünsiyyət növüdür. Xəbər söz birləşməsini ifadə olunub. Nə? Bədən dili. Ona görə 2-nin qarşısına yazırıq C. Sonra hamının 3-də isə deyilik ki, baş üzvlərdən yalnız birini iştirak etdiyi cümlədir. Hamının sevindiyindən qol qanadı açdığı gün idi. Bu şəxsiz cümlədir göründüyü kimi. Burada mübtada yoxdur.
Buna görə 3-ün qarşısına yazırıq D, yəni baş sözlərdən biri yoxdur. Başqasına aid olan işə qarışmazlar. Bu da ümumi şəxsi cümlədir, mübtədası yoxdur. Yenə də 3-ün qarşısına yazırıq E bəndi. Cavabımız oldu 1A, C, 1A, daha doğrusu 1A, 2C, 3D, Y. Cavab oldu. Yenə də C bəndi. 36-cı sual. Çobanın könlü olsa təkədən pendir tutar. Cümləsi haqqında fikirlərdən biri doğru deyil. Baş cümlə müəyyən şəxsdə sadə cümlədən ibarətdir. Baş cümlə ikinci cümlədir. Təkədən pendir tutar kim? Çoban. Yəni müəyyən şəxsi cümlədir. Ona görə müəyyən şəxsi sadə cümlə. Bu doğrudur. Baş cümlə hansı cümlə idi? Baş cümlə, baxın, baş cümlə ikinci cümlədir. Burada da müəyyən şəxsidir. Çünki həm xəbər var, həm də buraxılmış mübtədası var. Bu doğrudur. Bizə lazımdır yanlış, doğru olmayan. Hər iki cümlə feili xəbərlidir. Könlü olsa, çobanın könlü olsa birlikdə olacaq feili xəbər. Çünki sonuncu söz olsadır. Feilin şəkli ilə ifadə olunub. İkinci isə tutar. Bu da feilin şəkli ilə ifadə olunduğu üçün hər ikisi feili xəbərlidir. Bunu da çıxırıq. Baş cümlənin xəbəri feilin gələcək zamandadır. Baş cümlə dedik ikinci cümlədir. Xəbəri tutar sözüdür. Tutar sözü də qeyri-qəti gələcək zamandadır. Bu da doğrudur. Budaq cümlə əvvəl, baş cümlə sonra işlənmişdir. Əgər sasiya varsa bilirik ki, hər zaman budaq cümlə əvvəl, sonra isə baş cümlə olur. Bu da doğrudur. Və deyində çıxırıq. Budaq cümlə baş cümləyə bağlayıcı söz və sasiyə şəkilsi ilə bağlanmışdır. Baxın, bu hissə doğrudur. Sasiyə ilə bağlanıb, amma bağlayıcı söz yoxdur. Bağlayıcı söz nə idi uşaqlar? Daha çox sual əvəzliklərlə ifadə olunurdu, amma burada bağlayıcı söz yoxdur. Cavab oldu Y bəndi. Keçək 37-ci suala. Nümunələr əsasında uyğun fikirləri müəyyən edin. Axırda bu işdən əli üzüldü və soyuqdan donaraq çay sahilinə indi. Bu hadisədən sonra polis idarəsinə getdi, itən əşyaların siyahısını verdi. Nümunələrdən yalnız birinə aiddir. Zaman zərfinə aid söz işlənmişdir. Bir biz baxaq. Axırda sözü zaman zərfidir və digər cümlədə zaman zərfi yoxdur. Ona görə biri götürürük. Ara söz işlənmişdir. Biz iki cümlə ilə fikir veririk. Heç birisində ara sözü yoxdur. Ona görə ikini ümumiyyətlə çıxırıq. Feil ilə bağlama tərkib işlənmişdir. Soyuqdan donaraq burada var birinci cümlədə, amma ikinci cümlədə olmadığı üçün üçü də götürürük. Digər hissəyə baxaq. 1, 3. Nümunələrdən hər ikisinə aiddir. Zərflik və xəbərdən ibarət sadə cümlədir. Biz görürük ki, burada, baxın, ikinci cümlədə verdi, nəyi verdi? Əşyaların siyahısını. Burada tamamlıq var. Bu demək yanlışdır, götürmürük. Təsriflənən feillər keçmiş zamandadır. Təsriflənən feil, ümumiyyətlə feillərə baxırıq. Əli üzüldü, keçmiş zaman. Endi keçmiş zaman, getdi, verdi, keçmiş zaman. Bu doğrudur. Bunu götürürük. Çünki hər ikisində var. Birincisində nə idi? 1, 3, 5. Cavab D bəndidir. İsmi birləşmə tamamlığa ifadə vasitəsidir. İtən əşyalarını doğruydu ikinci cümlədə. Amma birinci cümlədə yazılıbdır ki, çay sahilinə indi. Bu da söz birləşməsi, ismi birləşmədir, amma zərflikdir. Ona görə bu doğru deyil. Uyğun olan fikirlər hansı oldu uşaqlar? 1, 3, 5, D bəndi. 1, 3, 5 qeyd edək, yadınızda qalsın. Sonra keçək digər suala. Digər sualımız isə, bu da maraqlı sualdır. Geniş suallardır, daha çoxu geniş sualdır. Nümunəyə əsasən doğru fikirləri müəyyən edin. İlk baxışda bu mətnə bənzəyir, amma təbii ki, mətin deyil. Burada deyil, bizə lazım doğru fikirlər. Mətnimizi oxuyaq. Müasir Azərbaycan musiqisinin banisi, professional musiqiçi Üzeyir Hacıbəyli ixtisasca müəllim olmuş, ömrünün 40 ildən artıq bir dövrünü müəllim peşəsinə sərf etmiş, xalqının maariflənməsi və inkişafı üçün çox faydalı işlər görmüşdür. İlk sözün həm sinonimi, həm də antonimi var. İlk söz hansı uşaqlar? Müasir. Müasir sözün sinonimi çağdaşdır, antonimi qədimdir. Bu doğrudur. Bizə lazım idi doğru fikirlər. 2. Tünd qara hərflərlə yazılmış ifadə mürəkkəb feildir. Baxın, sərf etmək mürəkkəb feildir. Bu da doğrudur. Sifətin çoxaltma dərəcəsinə aid iki söz var. Baxın, burada yazılıb iki söz. Biz bir də oxumayaq, bir dənə burada var, çox faydalı. Siz bir daha oxuya bilərsiniz, amma burada bir dənə çoxaltma dərəcəsi var, o da çox faydalıdır. Bu yanlışdır. 3 yanlışdır. Peşəkar sözünün sinonimi işlənmişdir. Peşəkar sözünün sinonimi uşaqlar professionaldır. Bu da doğrudur. 4-ü götürürük. Bani bir şeyin əsasını qoyan, baxın bura kimi doğrudur. Təqlid edən şəxs xeyr, təqlid etmir. Bu yanlışdır. O 5-i götürmürük. Cavabımız oldu 1, 2, 4. Deybəndi. Keçək digər suala. Digər sualımız 39-cu sual. Bir izləyicimiz bunu da xahiş etmişdi. 39-cu sual da maraqlıdır, samballıdır. Yəni, samballı bir sualdır. Və bir sualımızı oxuyaq. Burada verilib 2 dənə söz və müqayisə cədvəli verilib. Müqayisə cədvəlinə görə biz yanlış fikirlər seçirik. Baxın, yanlış.
Gizlədim sözü var, bir də düşünək sözü. Gizlədim sözü əvvəlcə burada həm təhlil sxemi soruşduğu üçün biz özümüz üçün də təhlil edək. Gizlədim sözünü iki cür təhlil etmək mümkündür. Necə təhlil edə bilərik və hansı söz olur? Gizlədim sözünün kökü gizləməkdir. Keçmiş zaman şəkilsi ola bilər, bir də m şəxs şəkilsi. Bir belə ola bilər. Bir də ola bilər ki, gizlədim sözündə gizlət ola bilərdi. O t-dıya çevrilib. Gizlə sözün kökü d leksik şəkilçi, im də şəxs şəkilçisi. Əgər burada zaman şəkilçisi isə təbii ki olacaq xəbər şəkli, əmr şəkilçisi olacaq, daha doğrusu düzəltmə sözcüsü olacaqdır əmr şəkli. Keçək ikinci sözə. İkinci söz nə sözdür? Düşünək. Düşünək sözünü də iki cür başa düşmək mümkündür. Bunu da yazaq. Düşünmək sözünün kökü düşün. Bu ya əmr şəkli ola bilər, ya da belə ola bilər. Baxın. Ya əmr ola bilər, ya da arzu ola bilər. Ə ayrı, ki ayrı. İndi biz bir-bir baxaq. Yazılıbdır ki, kök üstə gəl qrammatik şəkilçi sxeminə uyğundur. Bu doğrudur, amma iki sxemə uyğun olmalıydı axı. İki sxemə uyğun olmalıydı. Ona görə biri yanlış kimi götürürük. Yəni iki cür düşünə bilər. Kökü və başlanğıc olması fərqli nitq hissəsinə aiddir. Fərqli nitq hissəsinə aiddir. Burada biz yazmışıq. Gizlətmək sözünün hər bir halda kökü gizləməkdir. Gizləmək sözünün kökü gizləmək olur. Yəni feildən düzəlir. Gizlətmək sözünün də feildən düzəldiyi üçün bu doğru fikirdir. Doğru fikir eyni nitq hissəsinə yaranmaqdır, amma burada yazılır fərqli nitq hissəsi. Demək, bu da yanlışdır. Çünki yalnız feildən yaranır. 3-ə baxaq, düşünək sözünə. Yalnız sadə feil kimi düşünmək olar. Bəli, düşünmək sözü hər bir halda sadədir. Bu doğru fikirdir, amma biz götürmürük bunu. Düşüncə sözü ilə eyni köklüdür. Bu yanlışdır. Baxmayaraq ki, düşüncə sözü düzəltmədir, amma düşünək sözü sadədir. Ona görə yanlışdır. Bunu da götürürük. Cavabımız yenə olur 1, 2, 4. 5-ə baxaq. Tərkibinə görə təhlil iki cür düşünülə bilər. Artıq biz təhlil etmişik. Bəli, bu doğrudur. 5-i də çıxırıq. Feilin iki şəklində düşünmək mümkündür. Bunlar da bayaqdan yazmışdıq. Bu da doğrudur. Cavab oldu 1, 2, 4. D, mən D. Yəqin bu sual sizə aydın oldu. Keçək digər 40-cı və sonuncu sualı keçək. Bəli. Qeyd edim ki, uşaqlar, siz bu sualları özünüz işləmək istəyirsinizsə, yəni müstəqil şəkildə işləmək istəyirsinizsə, WhatsApp kanalımda daxil olaraq işləyə bilərsiniz. Sonra da izahını dinləyə bilərsiniz. Açıqlama bölməsinə WhatsApp kanalımızın linkini qoyacağam. Özündən gücsüzə qəzəblənməklə öz gücsüzlüyünü göstərirsən cümləsi ilə bağlı yanlış fikirdir. Nə lazımdır uşaqlar bizə? Yanlış. Təsriflənməyən fiil tərkib əmələ gətirilmişdir. Təsriflənməyən fiil burada məsdərdir. Özündən gücsüzə qəzəblənmək doğrudur. Tərkib əmələ gətirmişdir. Bunu çıxırıq. 3 cümlə özü işlənmişdir. Nə edirsən, göstərirsən, nəyi? Öz gücsüzlüyünü kim, sən, yoxdur mübtəda. Necə göstərsən, özündən gücsüzə qəzəblənməklə. Və 3 cümlə üzvü var, doğrudur. Bu da doğru fikirdir. Məqsəd və intonasiyaya görə cümlənin 3 növünü işlətmək mümkündür. İndi biz baxaq. Ola bilər ki, biz nöqtə qoysaq, olacaqdır nəqli cümlə. Özündən gücsüzə qəzəblənməklə öz gücsüzlüyünü göstərirsən. Bu oldu nəqli cümlə. İndi biz sual işarəsi də qoya bilərik. Özündən gücsüzə qəzəblənməklə öz gücsüzlüyünü göstərirsən. Sual intonasiyası ilə deyə də bilərik və yaxud nida da qoya bilərik. Yüksək hissəcanlı deyərək nida cümləsinə çevirmək mümkündür. Yalnız əmr cümləsi ola bilmir. Bu doğru fikirdir. Göstərirsən sözü tabirlik əlaqəsinin yalnız əsas tərəfidir. Bu cümlə üçün doğrudur, çünki xəbərdir. Xəbər bilirik ki, yalnız mübtədadan asılı olur. Bu cümlənin də mübtədası buraxıldığı üçün bu cümlədə yalnız əsasdır. Bu da doğrudur. Şəxsi sadə cümlədir. İndi baxaq ki, bayaqdan biz deyirdik ki, mübtədası buraxılıb sən, həm də şəxsi cümlənin xəbəri yalnız bir şəxsdə olur. Üçüncü şəxsin təkində. Başqa şəxsdə ola bilməz. Ona görə cavabımız oldu Y bəndi. Suallarımız bu qədər. Yəni dil qaydaları sualları bu qədərdir. Əgər faydalı oldusa, bəyənməyi, kanalımıza abunə olmağı və paylaşmağı unutmayın. Sağ olun.